Herkese salam, kanalıma hoş geldiniz. Bugün Şəki və Qax mətbəxinə aid olan girs yeməyini hazırladım və hazırlanma prosesini sizinlə də bölüşmək istəyirəm. Əvvəlcə gicitkanları yaxşıca yuyuruq və doğrayırıq. Daha sonra soğanları doğradıqdan sonra yaxşıca qızardırıq. Soğanları isə bu şəkildə rəndələyirik. Belə ki, qədim hazırlanma qaydası gicitkanı və qozu ət maşınından keçirib hazırlanma şəklindədir. Lakin mən bu dəfə fərqli qaydada hazırladım. Soğanları qovurduqdan sonra üzərinə doğranmış gicitkanları əlavə etdim. O öz buxarında astaca bişib və miqdarı azaldıqdan sonra qozu əlavə etdim. Biraz da bu şəkildə qovurduqdan sonra un, su, duz, yumurta və biraz sarı köklə yoğurduğum xəngəl xəmirini yayaraq bu şəkildə kvadrat formalarda kəsdim. İçərisinə içliyi əlavə etdikdən sonra qeyd etdiyim kimi qədim girs hazırlanma qaydasında bükülməsi gürzə formasındadır. Lakin mən bu dəfə fərqli şəkildə bükmə elədim. Daha sonra qaynadılmış suyun içərisinə duz əlavə etdikdən sonra girslarımızı içərisinə əlavə edirik. Əgər daha çox bu şəkildə yemək videolarımı izləmək istəyirsinizsə, kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Girsimiz bişdikdən, hazır olduqdan sonra üzərinə əridilmiş kərə yağı əlavə edilir və sarımsaqlı qatıqlar istəyə görə əlavə edə bilərsiniz. Başqa videolarımı da izləmək, xəbərdar olmaq istəyirsinizsə, qısa videolarıma da göz gəzdirə bilərsiniz.